Rəhman və rəhim olan Allahın adıyla salam, xoş gördük sizi əziz müsəlman bacı və qardaşlarımız. Allah tutduğunuz orucları, etdiyiniz ibadətləri sizlərdən qəbul etsin inşallah. Yenə də 30 gün, 30 ayə ilə sizin xidmətinizdəyik. Biz keçən səfər Quran-ı Kərimdən danışanda sözümüzdən sonunda bu oldu ki, insan gərək ümidini Allahdan üzməsin. Bugünlərdə yenə inşallah Quran-ı Kərimdən bir ayəyə baxacağıq. Zümər surəsinin 53-cü ayəsi. Zümər surəsinin 53-cü ayəsində mütəallı olan Allah öz bəndələrinə buyurur ki, Allahdan ümidinizi üzməyin, Allahın rəhmətindən ümidinizi üzməyin. Əlbəttə, biz ayələri deyəndə ayələrin tam hamısını demirik, içində olan və bugünkü söhbətimizin mövzusuna uyğun olan hissəsini sizlərin xidmətinə çatdırırıq. Allah Teala buyurur ki, Zümər surəsi 53-cü ayədə Allahın rəhmətindən ümidinizi üzməyin. Yəni, ey bəndələr, ey Allahın bəndələri, sizin hər nə qədər də günahınız çox olsa, nə qədər də səhvləriniz çox olmuş olsa, Allahın rəhmətindən ümidinizi heç vaxt üzməyin. Çünki Allahın rəhməti sizin etdiklərinizdən daha çoxdur, daha qat-qat üstündür. Və Allahın rəhməti hər bir şeyə şamil ola bilər. Əlbəttə, bəzi günahlar var ki, həmin o günahlar deyirlər ki, insanlar üçün keçilməz. Əlbəttə, bəzi o günahları da Allah Teala öz rəhməti ilə bağışlayır. Məsələn, küfr və yaxud da şirk özü bir günahdır. Amma bu günahdan da insan tövbə edib qayıtmış olsa Allah Teala bağışlayar. Yəni, biz o şeyləri ki eləyirik, o zülmləri ki özümüzə eləyirik, günah ən böyük zülmdür insanın özünə olan nisbətdə. Bu ən böyük zülmdür. Bu zülmü ki biz özümüzə eləyirik, gərək biz bunları tərgizəyik. Tərgizəndən sonra, yəni tövbə eləyəndən sonra və o ki özümüzdə da bu cür nə deyək, toparladıq özümüzü toparlayandan sonra özümüzdən qərarlaşdıq ki, bundan sonra həmin günaha tərəf getməyəcəyik. Allah öz rəhməti ilə insanları əfv eləyər. Odur ki, Allahın rəhmətinə gərək bizim ümidimiz hər daim olmuş olsun. İnsan ümidini heç bir zamanda üzməməlidir. Hətta buyururlar ki, insanda ümid o qədər olmalıdır ki, biz əlbəttə bilirik ki, müvəqqəti varlıqlarıq. Bu dünyada haçansa bu dünyanı biz sonlandıracaq və digər o biri dünyamıza keçəcək, axirət aləminə tərəf üst tutub gedəcəyik. Bütün insanlar bu cürədir, bütün bəşəriyyət bu cürədir. Amma çalışırıq. Nəyə görə çalışırıq? Çünki sabaha bir ümidimiz var, gələcəyə bir ümidimiz var və buyururlar ki, o ana ki övladına süd verir, o ümid üzündəndir. Əgər anada ümid olmasa, ümidi kəsilmiş olsa, ana övladına süd verməz ki, ana öz övladını yedizdirməz ki. Bəs ümid insanda olmalıdır, ümid müsəlmanda olmalıdır. Amma bu ümiddən, bu Allahın rəhmətindən insan sui-istifadə etməməlidir. İnsan düzgün bir şəkildə bu ümidə yanaşmalıdır. Ümumiyyətlə, biz baxanda insan ümidlə qorxunun arasında olan bir yeri yaşamalı. Çünki bəziləri deyirlər ki, ümid olsun sevgi, ancaq sevgi ilə yaşayaq. Bəziləri deyirlər ki, yox, elə qorxu ilə yaşamalısın bu dünyada, Allahdan qorxmalısın, yox. Ümidimiz olmalıdır Allahın rəhmətinə, qorxumuz olmalıdır qiyamət gününün əzabından. Bu cür halda biz yaşamış olsaq, orta yolla yəni getmiş olsaq, həm ümid, həm qiyamətdə əzabın qorxusu, bunun ikisinin arasında biz yaşamış olsaq, düzgün bir şəkildə yaşamışıq, düzgün bir formada yaşamışıq. Biz çətinlikləri nə cürünə keçməliyik, çətinlikləri hansı üsulla adlamalıyıq? Əlbəttə ki, səbirlə inşallah gələn səfərdə biz onun barəsində Allahın hövlü qüvvəsi ilə danışarıq. Sağ olun, Allahın amanında olun.